Dostlar, Avropadan salamlar. Bax, belə bir velosipeddir. İki uşaq oturub. Burada irəlidə yer də var. Bir sidən əlavə eləyib. Yəni iki uşaq da otura bilər. Mənim 3 uşağım var. Üçüncü uşaq burada oturur. Sidenisini çıxartmışam bugün. Belə bir velosipeddir. Uşaqlarım məktəbdə olanda, hal-hazırda uşaqlarım məktəbdən gətirirəm. Uşaqlarım məktəbdə olanda üzr istəyirəm, yoldaşım öndə oturur, üçüncü uşaq arxada və biz şəhərə gəzməyə çıxırıq. Bu velosevərlərə daha həsr olunur, sağlamlıq. Düzdür, mənim arabam da var, belə qızılgüllər, belə evlər. Çəpərini də dostlar görürsünüz də hündürlüyün. Yəni heç kim qorxmur ki, kimsə atlanıb girəcək mənim evimə oğurluq eləmək. Baxın, belə bir velosipeddir. Hər kəsə Allah nəsib eləsin. Avropada yaşamaq gözəldir həqiqətən. Belə evlər, belə güllər, belə həyətlər. Yəni bu evin qiyməti aşağısı 1 milyon avrodur. Burası Strasburgda, Avropanın paytaxtı və şəhərin centrinə buradan 10 dəqiqəlik yoldur. Bura bizim məhəlləmizdir. Yəni insanlar qorxmur ki, kimsə atlanıb mənim evimə oğurluğa girəcək. Hamı toxdur, bu toxluq əlamətidir, bu varlılıq əlamətidir.